Hal-hazırda su orucumun 67-ci saatıdır. Çox maraqlı bir şəkildə bugün çox gümrah şəkildə oyanmışam. Yəni heç bir acılıq, heç bir baş ağrısı, məsəl üçün dünən baş gicəllənməsi, baş ağrıları varsa da, bugün səhər-səhər o qədər gümrah ayılmışam ki, elə bil mən təzəcə yemək yemişəm. Hər şey yaxşıdır, hər şey özümü çox gümrah, özümü çox rahat hiss eləyirəm. Çox qəribə oyandım bu gün doğrudan da. Bugün 72 saatın tamamında inşallah ilk yeməyimi yeyəcəm. Ancaq qeyd etmək istəyirəm ki, hər şey çox daha yaxşıdır. Yəni bunu doğrudan da gözləmirdim ki, mən 3-cü günün səhərinə bax belə gümrah bir formada, gümrah bir şəkildə oyana bilərəm. Ancaq dünənki məsəl üçün sıxıntılar, baş ağrıları, halsızlıq və s. indi hal-hazırda yoxdur. Özümü çox yaxşı hiss eləyirəm. Hər dəfə qeyd etdiyim kimi bu arıqlamaq məqsədi ilə edilən bir şey deyil və bu ümumilikdə arıqlama üsulu deyil və arıqlamaq məqsədindən istifadə edilməməlidir. Sadəcə mən bunu ildə bir dəfə, lap video çəkməsəm də etdiyim bir şeydir. Bədəni təmizləmək, autofagiya prosesini sürətləndirmək və bununla paralel həzm sisteminə biraz istirahət vermək məqsədi ilə etdiyim bir təmizlənmə üsuludur. Axşam saat 5-də canlı yayında görüşərik.